Cəlilabad rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin 2025-ci il üzrə tədbirlər planına uyğun olaraq keçirilən müşavirədə mülki müdafiə sisteminin təşkili, əhalinin hazırlanması və maarifləndirməsi üzrə görülmüş işlər təqdim olunub. Mövcud nöqsanlar və onların aradan qaldırılması yolları müzakirə edilib. Tədbirdə İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Qalib Xudaverdiyev, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin nümayəndələri Mayor Mirabbas Rızayev, Baş Leytenant Murad Babayev, komissiya üzvləri, inzibati ərazi dairələrinin nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər. Müşavirəni açan Qalib Xudaverdiyev rayon üzrə mülki müdafiənin təşkili, planlaşdırılması və əhalinin maarifləndirməsi istiqamətində görülən işlər barədə məlumat verib. Müşavirənin sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb və növbəti il üçün qarşıya qoyulan vəzifələr dəqiqləşdirilib. Xuraman Aydın qızı Həcər Həsənova, İlqar Mustafayev bugün informasiya proqramı üçün.